Psixologiyada belə bir termin var, ümumiləşdirmə düşüncə xətası. Bu terminin mahiyyəti nədən ibarətdir? Deyək ki, siz həyatınızda bir müddət münasibət qurursunuz bir xanımla və yaxud da bəylə. Müəyyən müddətdən sonra həmin xanım və bəy sizə xəyanət edir. Növbəti dəfə münasibət qurursunuz, yenə də xəyanətlə üzləşirsiniz və nəticədə sizin beyninizdə əgər bəysinizsə xanımlara qarşı belə bir fikir yaranır ki, bütün xanımlar xəyanətkardır və yaxud da xanımsızsa bəylərə qarşı fikir yaranır ki, bütün bəylər xəyanətkardır. Bunu beyin ümumiləşdirir, yəni bütünlükdə ola biləcək təhlükələrdən sizi qorumaq üçün bir fikir yaradır ki, bu fikir də sizi həmin insanlarla münasibətdən çəkindirir. Eynilə son zamanlarda mənə verilən suallardan, həmçinin sosial mediada izlədiyim psixoloqlardan, bəzi psixoloqların yanaşma tərzindən belə bir nəticəyə gəldim ki, bu düşüncə xətasını hazırda psixoloqlara qarşı demək olar ki, əksər insanlar edir. Yəni bir psixoloq qəbulunda olur və orada nəticə almır, ondan sonra başlayır danışmağa ki, bütün psixoloqlar pisdir. Azərbaycanda psixoloq yoxdur. Hər kəs aldadır, hər kəs pul mənimsəyəndən sonra yalnız sənə təsəlli verir.